belə bir maraqlı məsələ verilib. Məsələdə deyilir ki, çəkisiz ipin gərilmə qüvvəsi 2 Newton, bir cism maqnit sahəsində yerləşən naqilə təsir edən amper qüvvəsi 1 Newton olarsa, naqilin kütləsi neçə kiloqramdır? Və bizə daha sonra deməli sərbəst düşmə təcilinin 10 olduğu verilir və bura şəklə diqqətlə baxsaq görərik ki, bu şəkil müstəvisindən doğru perpendikulyar istiqamətdə yönəlib B induksiya vektorumuz. Əvvəlcə biz bilirik ki, cismə təsir edən ağırlıq qüvvəsi cismin tən ortasından aşağıya doğru. Bunu qeyd etdim. İpin gərilmə qüvvəsinin həmişə ip boyunca yuxarı yönəldiyini də bilirəm və burada amper qüvvəsinin tapılma qaydasını, yəni sol əl qaydasını tətbiq etsək, sol əl elə tutulur ki, B induksiya vektoru mənə doğru, yəni biz əgər sol əl qaydasını biliriksə, x üçün əlimizi necə tutmaq lazım olduğunu bilirik və oradan 4 barmaq cəryan istiqamətində açılmış baş barmaq amper qüvvəsini göstərdiyi üçün amper qüvvəsini mən yuxarı tapıram və buradan tənliyi yazsaq görərik ki, burada ağırlıq qüvvəsi amper qüvvəsi ilə gərilmə qüvvəsinin cəminə bərabərdir. Ağırlığın biz düsturunu bilirik, mg bərabərdir. Arximed üstə gələk, üzr istəyirəm, amper üstə gələk gərilmə. Buradan m vurulsun o bərabərdir. Yerinə qoyaq. 1 üstə gələk 2-yə, m vurulsun 10 bərabərdir 3-ə. Buradan m bərabərdir 0,3 kiloqrama. Deməli, cavabımız açıq sualda verməyib cavab. Cavabımız olacaq 0,3 kiloqram.